Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 sotun içərisində kürsülü 4 otaqlı ev. Bax bu ev satışa çıxarıldı 125 min manata. Paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Sayğacların üçü də qapıdadır. Qaz, su, işıq sayğacı, kanalizasiyası mərkəzi kanalizasiyadır. Həyətində də böyük bir trapı var. Bu da belə həyətin hasar qırağı bağ, ağac, gül yerləridir. Hələ pilləkəndə də dibçəkdə güllər var. Evin dörd bir tərəfindən fırlanmaq olur. Hasarlar evin özü tarsovka emusiyadır. Mətbəxi monolit istipoldur, düzdür. Ev neçədir? 10 yarımın 15'e evdir. Təsəvvür elə kupçada indi gör neçə kvadratdır. Gələndə kupçanı da görəcəksiniz. 10 yarımın 15'e evin eni uzunudur. Bax belə bir evdir, balkonlu, kürsülü. Ara məsafələrini buradan təxminən görürsünüz. İndi gələndə laf dəqiqliyinə baxarsınız. Evin arxasında da elə məsafəsi var. Darvazamız bax budur, Kazirokdur üstündə görürsünüz. Bax belə bir darvazadır. Darvazadan girdi içəri, mərkəzi kanalizasiyanın trapıdır. Sonra başlayır bax belə bir həyət. Hələ istəsiz burada naves də yığdırmaq olar, besetika da düzəltdirmək olar həyətdə əlavə. Bura padvalına, yəni birinci aşağı düşüb keçmək üçün yeridir. Bax bu gördüyünüz hamısı monolit betondur. Yüksək keyfiyyətlə tikilmiş evdir. Mütləq gəlin baxın. 2 dənə pəncərəsi var, forçkası var buranın. Burada da belə bir qapı var. Bu qapıdan da obursa otaqlara keçmək üçün yerdir. Bunlara inşallah gələndə canlı baxarsınız. Bütün otaqların hamısının havalandırma sistemi var. Burada da pilləkənin altında. Yəqin ki, kombinin yeridir, düzdür? Bax, kombinin yeri quraşdırılıb hazır vəziyyətdədir. Neçə daş kürsülüdür? 14 daş kürsülü evdir. Bax, bu gülləri də çəkirsiniz də, hə? Abisovka pilləkənlərdir. Dəmir məhəccəri vurulub. Pəncərələrimiz kalisiv pəncərələrdir, şəbəkə pəncərələr. Pəncərəni göstərin. Pəncərələrimiz. Demişəm də demək, evin özü tarsovka emusiyadır, hasarlarla bir yerdə. Balkonu göstərmək istəyirəm. Bax, balkonda xüsusilə burada stol qoyub oturub çay içmək olar. Bir dənə qonşular da bir dənə göstərək belə ümumi məhləni. Yaxşı yerdir. Tərlan Şallıq Sarayından dönəndən sonra yəqin ki, bir nə bilim 300 metr, 250 metr məsafə olar olmaz. Paket kupçalı evdir, böyük kvadratlı evdir. Məsələn, bax, bunun bir dənə girək içərisinə koridoruna baxın. Ayaqqabı ilə girmək olar. Bax, koridoruna bir dənə fikir verin. Həm eninə baxın, həm də hündürlüyünə. Kondisioner üçün xüsusi yer qoyulub. Radiatorun burada yerləri var. Radiatorun, bütün otaqlarda radiatorun yerləri var. Mətbəxi çox geniş, böyük bir mətbəxdir. Mətbəxinin yeri beton monolitdir, üstü kermogranitdir. Mətbəx mebel arası keramika vurulub, bütün nöqtələrinə qədər qoyulub. Qaz xətti, aspiratorun yeri, hər bir şey hazır vəziyyətdədir. Bu da pəncərəsidir. Hətta ciftinə qədər var. Pəncərə də buradan yenə də açılanda öz həyətimizi görürük. Yəni burada pəncərə hamısı öz həyətinə baxır. Məsafə çox böyükdür. 3 sotdur, eni uzunu, ona görə aralar sağında solunda məsafə kifayət qədər məsafə qalır. Mətbəx neçədir bilmirsən? 5-in 4-dədir. Tək 20 kvadrat mətbəxidir, təsəvvür edin. Məsələn, buradan tez qonaq otağına baxaq. Yəni zalına. Bax, bu qonaq otağıdır. Bunun uzunluğu nə qədərdir bilmirsiniz? 7 metr 50 sant zalın uzunluğudur. Bunun da yenə cifti var, pəncərəsi də buradan balkona açılır. O bayaq izah edirdim ha balkon. Bax, həmən balkondur. Bax belə. TV-stentin yeri də burada qəşəng quraşdırılıb. Qəşəng səliqəli evdir. Laminatı da bahalı laminatdır, qapıları, hər bir şeyi səliqə səhmanlıdır. Yataq otaqlarını bax göstərək belə. Bax, məsələn, bu bir yataq otağıdır. Görürsünüz nə boydadır? Bu neçədir belə? 4,5-ın 4'ü. 4,5-ın 4'ə bir yataq otağıdır. İkinci yataq otağımız buradadır. O maşallah bu da böyüdür. Bu neçədir? 3,20'nin 5'ə bu yataq otağıdır. Bir yataq otağımız buradadır. Ümumilikdə 4 otaqlı evdir. Bir yataq otağımız buradadır. Burada baxın. 4'ün içə bu yataq otağıdır. Bu da sanitar qovşağımız. 2 dənə trap qoymuşsunuz, yəni duş kabinəyə görə. 2 dənə də trap qoyulub. Bir də izah edirəm. Saray qəsəbəsindədir. Zəhmət olmasa yaxınlaşıb. Paket kupçalı evdir. Yəni evin də kupçası var, torpağın da kupçası var. 125 bin manatdan da qəti narahat olmayın. Ev sahibi burada özü endirim edəcək. Kupçalı evdir. Mütləq gəlin bu evə baxın. Sağ olun.